Bugün mənim ad günümdür və ad günümü ailəmlə Bakıda ən çox sevdiyim, yəqin ki, sizin də xəbəriniz var artıq, Rich Sushi'də qeyd etdim. Eşitdim ki, menyuları tamamilə yenilənib. Bu da mənim üçün fürsət oldu. İzləyicilərim də məndən tez-tez soruşur, ən dadlı sushi restoranı hardadır? Hər zaman Rich Sushi'ni tövsiyə edirəm. Əgər ördək əti bəyənirsinizsə, buradakını mütləq sınamalısınız. Ən dadlısı burada hazırlanır. Üzəri xırçıltılı, əti isə pambıq kimi olur. Lap elə Pekində yediyimiz kimi. Bura hər zaman gedəndə rollar ilə bərabər sashimi də sifariş edirik. Sousları da dəyişilib çox dadlı idi. O qədər dadlıdır ki, çeynəməyə belə ehtiyacı qalmır. Həqiqətən yağ kimidir. Rollarını isə nə qədər tərifləsəm azdır. Menyudan istənilən rolu seçə bilərsiniz. Hər biri özünə məxsus çox ləzzətlidir. Dadı bir yana, təqdimatı, görünüşü çox gözəl olur. İstifadə etdikləri keyfiyyətli məhsulu isə ilk dadımda bəlli olur. Bir də mənə görə ən dadlı kokteyllərdən məhz burada hazırlanır. Bir çox məkandan fərqlidir. Getsəniz mütləq sınayın, çox dadlı olurlar. Salatlardan isə krevetkalı popcorn salatı sifariş etmişdik. Xüsusi sos ilə çox dadlı idi. Getsəniz bu tempura edilmiş dəniz məhsulları və tərəvəzləri də mütləq sınayın, çox bəyənəcəksiniz. Biz getdiyimiz Ağır Cinayətlər Məhkəməsinin düz yanında yerləşən filialı da qeyd edim ki, Ağşəhərdə də filialları var. Aşağıda səhifələrini qeyd edəcəm.